Herkese salam. DİM 2025 test toplusundan oksid əsas turşular, duzlar bölünməsinə yeni əlavə olunmuş 89-cu sualın izahına baxaq. Kimya mühəndisi sənaye tullantılarından yaranan karbon dioksidi neytrallaşdırmaq və təmiz su istehsal etmək üçün kalsium hidroksidindən istifadə edir. Bu reaksiya nəticəsində ətraf mühit üçün zərərli olan karbon qazı kalsium karbonata çevrilir və su əmələ gəlir. Mühəndisin gündəlik olaraq 22 qram karbon dioksidi neytrallaşdıra bildiyini nəzərə alaraq 10 gün ərzində sərf olunan kalsium hidroksidin kütləsini hesablayın. Demək, ilk olaraq reaksiya təlimimizi yazaq. Kalsium hidroksid karbon qazı ilə neytrallaşdırılır. Alınır kalsium karbonat və su. Əmsallaşdırmağa ehtiyac yoxdur. İndi bizə deyir ki, gündəlik olaraq 22 qram karbon dioksid neytrallaşdırılır. Gündəlik olaraq 22 qram karbon dioksid neytrallaşdırılırsa, bu zaman nə qədər kalsium hidroksid sərf olunur bilmirik. Amma tənliyimizə baxırıq. Tənliyimizdə 1 mol karbon qazı var ki, o da 44 qramdır. 44 qramı neytrallaşdırmaq üçün isə 1 mol kalsium hidroksid, yəni 74 qram kalsium hidroksid sərf olunur. Buradan da hesablayırıq ki, x bərabər olacaq 37. Bu gündəlik, yəni bir gün ərzində sərf olunan kalsium hidroksidin kütləsidir. Amma bizə deyir 10 gün ərzində sərf olunan kalsium hidroksidin kütləsini tapın. Əgər bir gün ərzində 37 qramdırsa, 10 gün ərzində də olacaq 370 qram kalsium hidroksid.